19 yaşımda evlənib ayrıldım. Heç yaxın rəfiqəm olmadı. Anamla bacım var idi, amma onlarla həmişə nəsə danışmağa çəkinirdim. Nə səhvim olsa, o səhvi heç bir kömək almadan özüm həll edirdim. Bacıma deyəndə onu anama deməklə təhdid edirdi. Bu da məni çox əsəbləşdirirdi. Anama deyəndə həmişə başıma qalxırdı, ona görə heç bir şey demirdim. Bir qızla tanış oldum, get-gedə yaxın rəfiqə olmağa başladı. Yaşca məndən böyük idi, onu özümə böyük bacı bilirdim. Səhv olanda ona danışırdım, onun dediyi yolla gedib səhvimi düzəldirdim. Bu məndə ona qarşı güvən yaratmışdı. 2 il rəfiqəliyimiz davam etdi. Sonra məni biri ilə tanış etdi, öz qonşusu idi. Bir müddət sevgili olduq, sonra ailəmdən istədilər. Ailəm razı olmadı təbii ki, məni qaçırmaq istədi. Razı oldum, qaçdıq və evləndik. Peşman oldum, oğlan şiddət göstərməyə başladı. Əl qaldırıb təhqiredici sözlər deyirdi ailəsinin yanında. Sonra boşandım, ailəm qəbul edəcəklərini dedilər. Amma qayıtmağıma başqa bir peşman oldum. Subay ikən 2 gündən bir dalaşırdıq, indi hər gün dalaşırıq. Atamın sevgisini görməmişdim, daim qorxu ilə böyümüşdüm. Evdə sanki məni görməyə gözü yox idi. Görən kimi əsəbləşirdi. Boşandıqdan sonra isə yanında harasa aparmağa, utanmağa başladı. Xaricə söhbət düşdükdə anam əvvəl qız uşağı idin deyirdi. Ona görə qorxurdum, amma indi isə nə istəyirsən et deyirdi. Mənə bu sözlər çox pis təsir edirdi. O sözlərə dözməyib evdən çıxmaq qərarına gəldim. Başqa bir evə çıxdım, öz işimi qurdum. İndi 35 yaşım var. Subay bir oğlanla evləndim, mənə toy etdi. Çox xoşbəxtəm, əkiz övladlarım var. Nə ailəmi, nə də nəslimdə olan bir kəsi toya dəvət etmədim. Heç xəbərləri belə yoxdur ki, mən hardayam.